sualda deyir ki, hansı maddənin 10 Selsidən 60 Selsiyə temperatur intervalında aqreqat halı dəyişmir? Deməli, 10 Selsi və 60 Selsi temperatur aralığına baxırıq. X maddəsi müsbət 40 Selsidə əriyir, müsbət 152 Selsidə isə niyə olur? Qaynayır. Yəni, müsbət 40 Selsidə X maddəsi maye haldadır, 152 Selsidə isə qaz halındadır. Mən indi burada müsbət 10 Selsini hansı aralığa qoyacağım? 40 Selsiyə qədərki aralığa. Yəni, 10 Selsidə hələ bərk halda olacaq. Çünki 40 Selsidə bu əriyir. Ona görə 10 Selsidə bərk halda olacaq. Gəlib 40 Selsiyə çatanda maye halı çevriləcək. Artıq 60 Selsidə hansı aqreqat halda olacaq? Maye. Çünki 40 ilə 152-nin arasındadır 60. Buna görə də 60 Selsidə hansı aqreqat halda olur? Maye halında olur. Görürəm ki, 10 Selsidə bərk haldadır, ancaq 60 Selsidə isə maye halındadır. Yəni, aqreqat halı dəyişir. Deməli, X düzgün deyil. Y baxıram, Y-a baxdığım zaman Y müsbət 5-də əriyir, amma müsbət 230 Selsidə isə qaynayır. Mən 10 Selsində gəlib bu 5-lə 230-un arasına yaza bilərəm. Həmçinin 60 Selsində gəlib, həm 5-lə 230-un ortasına yaza bilərəm. Deməli, Y maddəsi müsbət 10 Selsidə də maye haldadır, müsbət 60 Selsidə də maye haldadır. Yəni, aqreqat halı nə olur? Dəyişmir. Hər iki temperaturda eyni aqreqat haldadır. Deməli, Y-i götürürəm, keçirəm Z-ə. Z-dən Z mənfi 10 Selsidə əriyir, müsbət 80-də isə nə olur? Qaynayır. Yenə baxıram, 10 Selsi temperatur hansı aqreqat halına düşür? Mənfi 10 ilə 80-in arasına. Deməli, 10 Selsidə nə olacaq? Maye aqreqat halında olacaq. Çünki mənfi 10-da artıq başlayır əriməyə, yəni mayəyə çevrilir. Amma 80 Selsidə isə qaz halına çevrilir. Ona görə müsbət 10-da nə olacaq? Maye aqreqat halında olacaq. 60 Selsidə yenə mənfi 10 ilə müsbət 80-in arasında olduğu üçün yenə nə olacaq? Maye aqreqat halında olacaq. Deməli, həm müsbət 10-da, həm müsbət 60-da maye halda olduğu üçün aqreqat halı dəyişmir. Deməli, Z-də bizim götürürük. Y-la Z düzgün cavabımız olacaq bizim C variantı. Daha sonra keçirik növbəti suala baxaq.